Cəsarətlidir, qorxu keçirtmir neçənci mərhələyə aiddir? Cəsarətlidir, qorxu keçirtmir. İkinci mərhələdə yox. Yox, cəsarətlidir, qorxu keçirtmir birdir. Hə, mərhələ olaraq orada ikinci yazılmışdı onda bana ona görə. Yox, ikinci yazılmayıb valla. Bəlkə də yazılır, əmi, diqqətli baxarsınız. Yəni birinci, ikinci, yəni ona görə. Yox, baxarsınız, bəlkə də PDF-də hər hansısa bir sürüşdürmə olub. Hə, qorxur, dəf edir, amma belə deyim də sizə təcrübə qazanır. O ikidir. İkincidir. Aha, yaxşı. Cəsarət və özünə inam üçün vacibdir qorxu hissi. Bəli, mənim. Aha, qorxu dəf olunması daim vərdiş halına çevrilə bilərdi. Çevrilir. Hərəkətin tənzimləyicisi hansı funksiyanal sistem adlanır? Hərəkət tənzimləyicisi. Hansı funksiyonu? Daha Mərkəzi sinir sistemi. Mərkəzi sinir sistemidir, müəllim. Yaxşı. Tələb olunan vaxt müddətində diqqəti cəmləşdirib saxlamaq bacarığı nə adlanırdı? Tələb olunan vaxt müddətində. İntensivlik deyil. Diqqətin davamlığı. Bax, tələb olunan vaxt müddətində saxlaya bilirsən, bu olacaq nə? Diqqətin davamlığı, bəli. Onurğa sütununun irəliyə, arxaya fizioloji əyilgənliyinin çox olması dairəvi kürəkdir, dairəvi əyilmiş kürəkdir. Dairəvi kürək. Dairəvi əyilmiş kürək, düz demişdiniz müəllim. Dairəvi əyilmiş kürəkdir. Yaxşı. Müəllim, eyni anda qəbul edə biləcəkləri obyekt və elementlərin sayı ilə müəyyən olunan nədir? Diqqət deyil, mən diqqətin həcmi idi, bəli. Diqqətin həcmi. Təhlükə və risk zamanı yaranan emosional reaksiya nə adlanır? Qorxu. Qorxu yaranırdı, bəli. Diqqət təhlükə mənbəyinə yönəlirsə, belə deyək də sizə, diqqət təhlükə mənbəyinə yönəlirsə, bu qorxu buna mənfi təsir göstərəcəkdir, müsbət. Diqqət təhlükə mənbəyinə yönəlirsə də... Aha, qorxu da varsa burada... Niyə? Bax, diqqət təhlükə mənbəyinə yönəlib. İndi orada diqqətin oraya yönəlib, orada təhlükə var. Bu sizdə qorxu hissi diqqətə mənfi təsir göstərəcək, müsbət? Mənfi. Mənfi təsir göstərəcəkdir. Bəli. Sonra qoy görüm, Allah, nələr vardı. Məlumatın seçiciliyin diqqət qorxu azaldır, çoxaldır. Bir də üzr istəyirəm. Məlumatın seçiciliyin qorxu azaldır, çoxaldır. Qorxu azaldır. Qorxu azaldacaqdır, bəli. Gövdənin sağa sola tərəf asimetriyası nə adlanırdı? Asimetriyası neydi onun adı? Bir dəqiqə verin. Asimetrik bədən quruluşu. Çiyinlər bir-birinə simetrik olurdu, asimetrik olurdu. Simetrik olurdu. Simetrik olurdu, müəllim.